Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah. Deməli, dəyərli müsəlmanlar, bir şey xatırlatmaq istəyirəm həm özümə, həm də sizə. Biz bilirik ki, qiyamət günü insan danışdığı hər bir sözdən soruşulacaq. Allah subhanahu və teala bizim hər birimiz üçün iki mələk təyin eləyib. O mələklərin biri bizim sağımızda, biri isə solumuzda daim bizimlədirlər. Və sağda olan yaxşı əməlləri, yaxşı sözləri yazır, solda olan isə pis əməlləri və pis sözləri yazır. Bəzi elm əhli deyir ki, bu iki mələk insanı heç vaxt tərk eləmir, iki hal istisna olmaqla. Birinci hal odur ki, insan ailəsi ilə münasibətdə olanda o halda tərk eləyirlər. İkinci hal odur ki, insan təbii ehtiyacını ödəmək üçün gizlinə çəkinəndə. Və bundan əlavə demək olar ki, bütün hallarda bu mələklər insanlar ilə bir yerdədir. Və onlar yazırlar hər şeyi, dəyərli müsəlmanlar. İnsanların kəlmələrini əsasən, sözlərini yazırlar. Həmçinin Allah Teala başqa bir ayda buyurur ki, "Mə yəlfizu min qawlin illə ladeyhi raqibun atid." Yəni insanın, onun danışdığı elə bir dənə söz yoxdur ki, onu yazmaq üçün hazır gözətçi mələklər olmasın. Yəni subhanallah, bu Allah Teala qəlblərimizin daşlığını yumuşatsın. Görürsən, bəzən bu ayələr bizə təsir eləmir. Lakin belədir. Yazırlar hər bir şeyi. Ona görə sözlərimizə, danışıqlarımıza, kəlamlarımıza fikir verməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdədir ki, "Mən kənə yu'minu billahi vəl yevmil axir fəliyəqul xayran əv liyasmut." Sizdən kim Allaha və axirət gününə iman gətirirsə, qoy xeyir danışsın ya da sussun. Yəni ya danışa bilirsənsə xeyir danış, dəvət elə, zikr elə, gözəl söz danış insanlarla, danışa da bilmirsənsə deyir, onda sus. Şər danışma, pis danışma, qeybət eləmə, nəmmamlıq eləmə, böhtan atma, özündən nəsə uydurub, insanları güldürmək üçün danışma xətrinə danışma, qardaş. Nə danışsan belə? Sənə lazımdır, necə deyərlər? Sənə lazımdır, məsələn, oturmuşsan bir məclisdə, görürsən, hamı danışır, deyir, gülür, sən də nəsə deyirsən ki, mən danışmasam düz gəlməz, bir dənə də mən danışım, məcbur yalan danışsan. Neyvə lazımdır? Əməl dəftəri doldurursan. Əməl dəftəri var, dəyərli qardaşım və bacım. Əməl dəftəri yazır. Hamısı orada yazılır. Allah Teala nədir? Deyir ki, qiyamət günü Allah deyəcək ki, "İqra kitabək, kəfə bi nəfsikəl yevmə aleykə hasibə." Oxu öz kitabı, bu gün özünü hesaba çəkmək üçün bəs eləyərsən. Heç kim səni hesaba çəkməyəcək, özün. Məcbur olursan nəsə danışmağa, özündən kimisə güldürmək istəyirsən, başlayırsan olan, olmayan, bir lətifə danışır, anekdot deyirlər, nə deyirlər, nə gəldi danışır ki, əsas o da güldürsün. Lazım deyil, danışma. Vallahi, fəlyəqul xayran əv liyasmutdir Muhammed sallallahu aleyhi ve sellem. Ya xeyir söyləsindir, ya da sussun. Bu xeyir deyil, susmaq daha yaxşıdır. Danışma, bunu danışma. Həmçinin bilmək lazımdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nə dedir ki, "Vaylun lilləzi yuhaddis fəyəktib. Liyudhikə bihil qavm, vaylun lehu, vaylun lehu." Vay olsun o insanın halına ki, danışır, lakin yalan danışır. Niyə? İnsanları güldürməkdən ötürü. Vaylun lehu, vaylun lehu. Vay olsun ola, vay olsun ola. Vay cəhənnəmdə bir dərənin adıdır. Təsəvvür et, güldürmək üçün nəsə danışırsan və ya danışmaq xətrinə nəsə danışırsan, o da yalandan. Nəsə planlaşdırırsan ki, gülsünlər əsas. Allahın qəzəbi, Allahın eşitməsi, mələklərin yazması lazım deyil. Danışma vallahi. Susmaq ondan daha xeyirli və ondan daha əslən, daha salamatdır. Əlhamdülillah, dəvət elə, xeyir danış, olan şey danış. Hə, o sənin üçün daha yaxşıdır. Ona görə dəyərli müsəlmanlar, çəkinmək lazımdır. Ümumiyyətlə, çox danışmaqdan, xeyirsiz danışmaqdan, qeybət eləməkdən, nəmmamlıq eləməkdən, böhtan atmaqdan və s. Xeyir danışa bilirsə, xeyir danışaq. Xeyir danışa bilmiriksə, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dediyi kimi, susmaq daha yaxşıdır. Xüsusən qadınlara Allahdan qorxmağı xatırladırıq. Bir yerə gələndə xeyir danışsınlar, qeybət eləməsinlər, ailələrinin, yoldaşlarının ayıblarını asmasınlar bir-birlərinə. Peyğəmbər sallallahu aleyhi ve sellem lənət eləyib. O qadına ki, yoldaşı ilə arasında olan şeyi başqa qadınlara danışır, lənət eləyib o kişiyə ki, qadını ilə həyat yoldaşı ilə arasında olan məsələləri başqa kişiyə danışır, olmaz. Bu nədir? Bu ayıbdır. Əlhamdülillah, xeyir danışın, bir-birinizə elm öyrədin, zikr eləyin, bir-birinizə xeyir öyrədin, xeyir əməllərə səbəb olun.
Özün-özünə sual verir ki, indiyə qədər mən kiməsə bir zikir öyrətmişəm. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, "Əddəllu aləl xeyr kəfəilihi." Xeyrə səbəb olan onu etmiş kimidir. Kiməsə zikr öyrət, o onu etsin qiyamət gününün xeyrindən. Sən də alacaqsan, o da alacaq. Elhamdülillah. Özünə sual verir ki, mən görəsən bir səbəb olmuşam xeyrə, kimisə dəvət eləmişəm, kimisə haqqı yönəltmişəm. Cavabı özün bilirsən. Eləmisənsə artır, eləməmisənsə Allahdan müvəffəqiyyət istə. Allah təala bizi də sizə bağışlasın. Elhamdülillahi Rabbil ələmin.